Salam dostlar, mən bugün sizlərə məktəblər üçün çox lazım olan bir proqramın yüklənməsini göstərəcəm. Bu proqramın adı Altlogo proqramıdır. Altlogo demək olar ki, artıq bütün məktəblərin sevimlisində çevrilib. Yəni, bütün məktəblər 6-cı sinifdən 9-cu sinifə qədər olan şagirdlər Altlogo proqramından sıx-sıx istifadə edirlər, yəni tez-tez istifadə edirlər. Bu proqramın yüklənmə qaydasını başlayacağım. Yəni bu proqramı evdə öz kompüterinizdə də yükləyib, evdə daha çox müddət ərzində işləyib, özünüzü gücləndirə bilərsiniz proqram barəsində. Keçək mövzumuza. İlk öncə daxil olursunuz internetə və axtarışda yazırsınız informatik.az. Həm də bu mənim artıq Altlogo seçmə üzrə ikinci videomdur. Birinci videom səssiz olduğu üçün, yəni səsli olmadığı üçün bir çox məqamlar başa düşülməmişdi. Bu video isə səsli olduğu üçün inanıram ki, yəni həmin məqamlar artıq qaranlıq qalmayacaq. İnformatik.az saytına daxil olduqdan sonra burada sağ tərəfdə Altlogo görünür. Daxil oluruq Altlogoya. Və burada Altlogo'nun ən son versiyası görünür. Altlogo 3.2.3-cü versiya. Əgər sizdə sağ tərəfdə belə gəlməsə, siz buradan daxil olursunuz proqram təminatına və burada gördüyünüz kimi artıq elə birinci yerdə Altlogo proqramıdır. Və Altlogo proqramı ilə yanaşı burada məşhur olan Active Inspire var, Google SketchUp var, Pascal proqramı var, Paint XP və başqa şeylər, yəni başqa lazımlı proqramlar var. Siz bu proqramları da buradan rahatlıqla yükləyib quraşdıra bilərsiniz. Heç quraşdırmaq da lazım deyil. Sadəcə RAR şəklində yükləyib açacağıq. İndi yüklənməsini göstərim. Burada Altlogo sözünün üstünə basırsınız. Bunun həcmi də çox kiçikdir. 765 kilobaytdır, yəni heç 1 megabayt zaten. Altlogo proqramı, yəni RAR faylında olacaq. Bu yükləndikdən sonra isə daxil olursunuz Altlogoya. Burada gördüyünüz kimi Altlogo'nun papkası gəlir. Bunu ekrana da ata bilərsiniz, buradan da girə bilərsiniz. Amma mən tövsiyə edirəm ki, ekrana atasınız. Yəni ekrandan çox rahat olacaq. Ekrana atadan sonra daxil olursunuz papkaya və Altlogo exe faylına daxil olursunuz. Və bir şey də nəzərinizə çatdırın. Bu 3 faylda heç vaxt bir-birindən ayrılmayın. Nə olur olsun, yəni bu 3 fayl bir yerdə qalmalıdır. Daxil olursunuz Altlogoya və burada başlayırsınız işinizi görməyə. Burada bir sıra kodlar da var, hətta videonun altında verərəm. İlkin vəziyyət, sil, qələmi indir və s. kimi. Hansı ki, yəni Altlogo'da tərtib etmək istədiyi proqramın başında işlənəcək sözlər, yəni hər proqramın başında sözdə işlənməlidir. Nəysə, bugünkü videomuz bu qədər. Anlaşılmayan nəsə olsa, zəhmət olmasa videonun altında yazmağı yaddan çıxartmayın. Abunə olmağı yaddan çıxartmayın.